Hörmətli izləyicilərimiz, kanalımıza şikayət Bərdə rayonundan gəldi. Bərdə şəhər sakini Şəmilova Raminə Oqtay qızı bildirir ki, gecə saat 3 radələrində yatdıqları yerdə onun evinə hücum olub. Xanım bildirir ki, Abbasov Əlvan adlı şəxs ona hər iki əlindəki bıçaqla hücum edərək ona 8 bıçaq zərbəsi vurub. Daha sonra onun azyaşlı qızına 4 bıçaq zərbəsi vuraraq ikinci azyaşlı qızını da vurmağa gedərkən çoxsaylı bıçaq yaraları olmasına baxmayaraq övladı üçün ayağa qalxıb hücum edən Əlvanın əlindən bıçağın birini ala bilib. Daha sonra hücum edən Əlvan adlı şəxs əlində bıçaq azyaşlı körpəni qovmağa davam edib. Raminə xanım görüntüləri aidiyyatı qurumlara təqdim etdiyini, bu və sözü gedən hadisə ilə bağlı işin Bərdə rayon məhkəməsinə verildiyini bildirir. Vətəndaşın bildirdiyinə görə ekspertizanın rəyləri də daxil olmaqla ümumi şikayətə və cinayət işinə Bərdə rayon məhkəməsinin hakimi Bayram Məhərrəmovun icraatında baxılıb. Ana və azyaşlı körpəsinin çoxsaylı bıçaq zərbəsi almağına baxmayaraq, ittiham olunan Abbasov Əlvanı hakim Bayram Məhərrəmov birinci məhkəmədən azadlığa buraxıb. Raminə xanım iddia edir ki, onlara hücum edən Əlvan adlı şəxs sözü gedən hadisədən 2 gün öncə həbsdən azadlığa çıxırmış. Burada bir sual ortaya çıxır. Hörmətli qanun keşikçisi, 11 bıçaq zərbəsi vuran əlləri ananın və azyaşlı körpənin qanına batmış, daha sonra ikinci azyaşlı körpəni əlləri qan içində qovalayan bir insanı necə azadlığa buraxa bildiniz? Marağınız nədir? Hansı səbəbə bizim hüquqlarımız ayaq altına aldınız? Nəzərinizə çatdırırıq ki, bu sualları efir vasitəsilə zərər çəkmiş Raminə xanım hakim Bayram Məhərrəmova ünvanlayır. Daha ətraflı vətəndaşın özündən dinləyək. Qarşı tərəfin fikirlərini də yayımlamağa hər an hazırıq. Biz isə öz növbəmizdə buradan məmurlara bildiririk ki, onların güvəndikləri o yumşaq kreslo çox məmur yola salıb. Vəzifəsindən sui-istifadə edən məmurlar bilməlidirlər ki, heç vaxt bu ölkədə şah qanun deyil, qanun şahdır. Şəmilova Raminə Oqtay qızı, Füzuli küçəsində yaşayıram, ev 99. Abbasova Əlvan gecə saat 3-də bizim evə keçərkən konanın pencərini qırıb keçibdi evə, yatdılı olduğumuz vəziyyətdə. Qızım dedi ki, ana evə kimsə girdi, mən oyanarkən elə yerim içində məni bıçaqla vurdu. Sonra da uşağımın üstünə getdi bıçaqla vurdu. Sonra onun ayağı ilişdi, yıxılanda onun əlindən bıçağı birini aldım. Qızıma qışqırdım ki, qaç çölə, cəmaət çağır, qonşular çağır, gəlsin aramıza. Qızım qaçarkən bıçağın birini almışdım onun əlindən, birində tulladı qaçdı. Qızım qaçarkən qızımla dalınca Əlvan qaçdı, Əlvanın arxasınca mən qaçmışam. Yəni kamera görüntüləri də var, hamısını təqdim eləmişəm. Prokurorluğa da təqdim eləmişəm, Bərdə polis şöbəsinə də təqdim eləmişəm. Hakim də baxdı, Bərdə prokurorluğun hakimi də baxdı, hamısı baxdı. Baxdığımdan da əsası yenə də ona iş vermədilər, onu aşbıraq elədilər. Həmən vaxtı. Prokurorluğun qəbulunda da olmuşam, özləri də baxdı, kamera görüntülərinə də baxdı. Orada şöbənin müstəntiqi də hər bir şey təqdim elədi, ekspertin cavabını hamısını verdi, özləri baxdı. İş hakimə keçdikdə hakim baxdı mı görüntülərinizə? Bəli, baxdı. Nə dedi baxı görüntülərə baxarkən nə dedi? Baxdı, heç nə demədi. Fasilə verdi, dedi gedirəm içəri girəm, gələm. Saat 4-də içəri girdi, fasilə baxdı. Saat 6-da çıxdı. Elə çıxan kimi də heç mənə sorğu-sualı heç nə vermədi. Elə dedi ki, aşbıraq eləyəm. 2 saat fasilədə qaldı. 2 saat fasilə verdi, bəli. Saat 6-da çıxdı, çıxan kimi də dedi ki, səni tutmuram. Get bir də belə cinayət işlər eləmə. Get sözdə də rahat yaşa. Bir dənə ona getdi. Başqa heç nə demədi. Mənə bir demədi ki, şikayətsən, sorğu-sualı heç nə vermədi. Elə bir dənə o vuran oğlan Əlvana dedi ki, səni buraxıram, səni tutmuram. Get, yəni bundan sonra heç nə eləmə də. Buraxdı. Başqa heç nə. Cənab prezidentimizdən kömək istəyirəm. 2 evladıma görə, mən də bir anayam. Mehriban xanımdan kömək istəyirəm. 2 evladıma görə, özümə görə, yəni istəmirəm də uşağımın qanı batsın. Dövlət qurumlarından kömək istəyirəm. Başsız qaldan olduğuma görə bizi, yəni mənim uşaqlarımı bizi qorusunlar. Qədər ki, cinayətkarlar çöldədir də, biz təhlükədəyik. Mən uşaqlarımdan özümdən dövlət qurumlarından kömək istəyirəm.